Xanımlar sevgisiz qalanda xəyanətə yönəlirlər, bəli. Amma zənn edirlər ki, kənarda yaşadıkları, yəni kiməsə qarşı simpatiyaları yaranırsa, o insanı sevirlər, amma əslində orada sevgi yoxdur. Əksinə sevgisizlik var. Çünki niyə? Xanım sevgisiz qaldığı üçün sevgi axtarır, düzdür? Burada demək ki, xanım özü-özünə sevgi verə bilmir. Verə bilmir deyə qarşı tərəfdən də sevgi ala bilmir. Yəni yanındakı partnyordan sevgi ala bilmir və başlayır xəyanət eləməyə. Başqa biri ilə sanki bunu yaşamaq istəyir, amma onu unudur ki, bizim qarşımıza gələn insanlar hər zaman bizim aynamızdır. Yəni kənarda xəyanət etdiyi insan da onun özü də sevgi axtarışındadır. Xanım sevgi axtarışındadır, bəy də sevgi axtarışındadır. Yəni bir-birini sanki qurbana çevirib öz sevgisizliklərini bir-birində sağaltmağa çalışırlar, bir-birlərini aldatmağa çalışırlar daha doğrusu. Və burada nə olur? Aldadan aldanır təbii ki. Bir müddətdən sonra həmin münasibət də dağılır və xəyanət edən şəxs, yəni xanım başa düşür ki, əslində bu sevgi deyildi, sevgisizlik idi.